Bəzən tərəflərin həyat yoldaşlarını qəbul edə bilmədiklərinə və ya onları başqaları ilə müqayisə etdiklərinə şahid oluruq. Təbii ki, bu da özü ilə çox ciddi problemlər gətirir və ilk növbədə tərəflər arasında anlaşılmazlıqların meydana gəlməsinə səbəb olur. Məsələn, bəzən bir tərəfin kaş ki mənim həyat yoldaşım da filan kəs kimi olsaydı deyə düşündüyünü görürük. Halbuki bu məsələdə standart bir model yoxdur və hər bir tərəf özünə uyğun həyat yoldaşı axtarmalıdır. Məsələn, hərəkətli bir adam yaxşı həyat yoldaşının sakit və təmkinli olduğunu düşünə bilər. Halbuki o, belə bir adamla evləndikdə bir qədər sonra problemlərlə qarşılaşacaq və aralarında kifayət qədər ünsiyyət olmadığı üçün ailə həyatında uçurumlar meydana gələcək. Təbii ki, bu sözləri eyni ilə evlənərkən cəmiyyətin tələblərini əsas götürən və öz tələblərini arxa plana keçirən tərəflər üçün də demək olar. Digər tərəfdən uzun müddət evli olan, ancaq yersiz müqayisələrin qurbanına çevrilən tərəflərin də sayı az deyil. Həyat yoldaşınızı müqayisə etməyin. İlk baxışdan bu xəstəliyə qadınların tutulduğunu ehtimal etmək mümkün olsa da, əslində bu xəstəliyə kişilər də tutulurlar. Halbuki tərəflər ilk növbədə həyat yoldaşları ilə aralarındakı ortaq məxrəcləri müəyyən etməli və gələcək planlarını da bu ortaq məxrəclərə görə qurmalıdırlar. Başqa sözlə, tərəflər həyat yoldaşlarının mənlərini müzakirə etməkdənsə, daha çox evliliklərindəki bizləri kəşf etməyə çalışmalıdırlar. Geriyə isə sadəcə olaraq bu kəşflərin sayını artırmaq qalır.